Salam, hər vaxtınız xeyir olsun. Bugün evdə hər kəsin hazırlaya biləcəyi yumuşaq, böyük quş südü tortu hazırlayıram. Həmi bərəkətli, həmi dadlı tort istəyirsinizsə, bu resepti yoxlaya bilərsiniz. Xəmir hazırlayacağım qaba 4 ədəd yumurta, 1 stəkan şəkər tozu, 200 qram kərə yağı, bal, yarım stəkan da süd, 1 xörək qaşığı çay sodası əlavə edirəm. Qabda su qaynadıram. Qaynar suyun üzərində bütün ərzaqlar əriyib həll olana qədər qarışdırıram. Qarışım hazırdır. Ocağın üzərindən alıram. Üzərinə 6 stəkan un əlavə edib qarışdırıram. Xəmiri çox bərk etmirik. Bu cür yumuşaq xəmir edirik. Masanın üzərinə də yarım stəkan un əlavə etmişəm. Xəmiri masanın üzərinə əlavə edib toparlayıram. Xəmiri kündələrə ayırıram. Mən 7 ədəd kündə etdim. Kündələr hazır olduqdan sonra üzərini örtüb kənara qoyuram. Gözlətmədən başlayıram bişirməyə. Yağlı kağızın üzərində yayıram. Kündənin altını və üzərini unlayıb kağızın ölçüsündə yayıram. Gördüyünüz kimi xəmiri kağızın ölçüsündə yaydıqdan sonra kənarını kəsib düzləşdirirəm. 180 dərəcə isidilmiş sobada 5-6 dəqiqə bişirirəm yuxaları. Yuxalar bişdi, hazırdır. Yuxalar hazır olduqdan sonra kənara qoyuram və krem hazırlayıram. Qaba 5 xörək qaşığı qarğıdalı nişastası, şəkər tozu, 2 ədəd yumurta, 1 litrdə süd əlavə edib öncə ərzaqları kənarda qarışdırıb həll edirəm. Ocağın üzərində əlimi dayandırmadan qatlana qədər bişirirəm. Krem hazırdır, qatlana qədər bişirdim. Ocağın üzərindən alıram. Kremi qaynar şəkildə başqa bir qaba əlavə edib üzərini örtüb qoyuram soysun. Krem soyduqdan sonra otaq istisində yumşalmış kərə yağını ağarana qədər qarışdırıram. Pişmiş kremdə soyduqdan sonra yağın üzərinə hissə-hissə əlavə edib qarışdırıram. Üzərinə şəkərli vanilini də əlavə edirəm. Və krem də hazırdır. Çox gözəl, hamar, dadlı krem alınır. Krem də hazır olduqdan sonra başlayıram tortu yığmağa. Qatları kremləyib üst-üstə yığıram. Videonun altına dəqiq ölçülərdə resept qeyd edəcəm.
Bu isə axırıncı yuxadır. Axırıncı yuxanın üzərini kremləmirəm. Üzəri üçün şokolad hazırlayıram. Kakaonun üzərinə şəkər tozu, su əlavə edib qarışdırıb ocağın üzərində qaynayana qədər bişirirəm. Şokoladı qaynayana qədər bişirdim. Qaynarlığa getdikdən sonra orta istilikdə tortun üzərinə əlavə edirəm. Şokoladı da tortun hər tərəfinə yayıram. Tortu 4 saat gözlətdikdən sonra istifadə edə bilərsiniz. Mən də 4 saat gözlətdikdən sonra dilimlərə ayırıram. Budur artıq tortun hazır şəklinə də baxa bilərsiniz. Böyük ölçüdə, bərəkətli, hər kəsin hazırlaya biləcəyi dəhşət dadlı tort alınır. Ağızda əriyib gedən çox gözəl bir tort alınır. Videonu bəyəndinizsə, əziyyətsiz bəyən düyməsini basaraq dəstək ola bilərsiniz. Yeni videolarda görüşənədək sağ olun.